Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugündən 7-ci sinifin fizika çalışmalarını iş dəftərindən işləməyə çalışacağıq. İlk olaraq ikinci bölmədən, yəni düz xətli hərəkətdən bəhs edəcəyik. Əlbəttə ki, bundan qabaq da müəyyən mövzular keçmişik. Ehtiyac olsa həmin mövzuların da izahlarını verəcəyəm. Amma hələ ki ikinci bölmədən, yəni düz xətli hərəkətdən çalışmalara baxacağıq. İlk mövzumuz ikinci bölmənin birinci mövzusu trayektoriya, yol və yer dəyişmə mövzusudur. Gəlin ilk çalışmadan başlayaq. Çalışma 1. Cismin hərəkəti zamanı cızdığı xətt necə adlanır? Cismin hərəkəti zamanı cızdığı xətti biz trayektoriya adlandırmışdıq. Trayektoriya. İkinci çalışmaya baxaq. Hərəkət trayektoriyasının uzunluğu necə adlanır? Hərəkət trayektoriyasının uzunluğuna biz yol demişdik. Üçüncü çalışma, trayektoriyanın başlanğıc və son nöqtələrini birləşdirən vektor yer dəyişmə adlanırdı. Onda buraya da biz yer dəyişmə yazarıq. Davam edək. Növbəti çalışmamız 4-cü çalışmadır. Aşağıdakı ifadələrdən doğru olanları D ilə, yanlış olanları isə Y hərfi ilə işarə et. Yanlış olan ifadələri düzəldərək yenidən yazın. Mən onları yenidən yazmayacağam, vaxt etməsin deyə. Elə ifadənin üzərində lazımdırsa düzəliş edəcəyəm. Siz isə ifadənin düzgün formasını burada yenidən yazacaqsınız. Gəlin başlayaq. A bəndi. Yolun uzunluğunun vahidi BS-də kilometrdir. Xeyr, yolun uzunluğunun vahidi BS-də metr idi. Onda bu olur yanlış. Dediyim kimi siz bu ifadəni düzgün bir şəkildə burada yenidən qeyd edəcəksiniz. B bəndinə keçirəm. Yer dəyişmənin ədədi qiyməti trayektoriyanın başlanğıc və son nöqtələr arasındakı ən qısa məsafəyə bərabərdir. Bəli. Buna biz doğru yazacağıq. Yəni D. C bəndi. Yer dəyişmə yoldan böyük ola bilər. Xeyr, yer dəyişmə heç vaxt yoldan böyük ola bilməz. Onda biz yer dəyişmə yoldan böyük ola bilməz yazarıq. Bilməz. Onda bu da yanlışdır. Keçək D bəndinə. Yer dəyişmə cismin hərəkətə başladığı nöqtədən onun hərəkət etdiyi son nöqtəyə doğru yönəlir. Bəli, bu da doğrudur. İndi siz yanlış olanları dediyim kimi yenidən düz variantını burada qeyd edəcəksiniz. Davam edək. Növbəti çalışma 5-ci çalışmadır. Formasına görə trayektoriyaların aşağıdakı kimi iki növü var. Onlar necə adlanır? A variantında görürsünüz ki trayektoriyamız düz xəttir. B variantında isə əyri xəttir. Onda A variantındakini düz xətli trayektoriya, B variantındakı trayektoriyanı isə əyri xətli trayektoriya adlandıracağıq. Trayektoriya. Davam edək. Növbəti çalışmamız 6 nömrəli çalışmadır. Avtomobil A nöqtəsindən hərəkətə başlayaraq qərb istiqamətində düz xətt üzrə 20 km məsafə qət edir. Avtomobil burada A nöqtəsindədir. Qərb tərəfi bu tərəfdir. Qərbə doğru 20 km məsafə qət edir. Gəlin şərtin davamını oxuyaq. O B nöqtəsində istiqamətini dəyişərək şərq istiqamətində hərəkət edir və C nöqtəsinə gəlir. A-dan qərbə gedib, buradakı B nöqtəsində istiqamətini dəyişib, buradakı C nöqtəsinə gedir. Çünki şərq tərəfi oradadır. İndi bu məlumatlara əsasən müəyyən edin. Nəyi müəyyən edəcəyik? A bəndində avtomobilin hərəkət müddətində getdiyi yolu müəyyən edəcəyik. Avtomobilin getdiyi yol trayektoriyanın uzunluğudur. Trayektoriyamız isə A-dan gəlir B-yə, B-dən dönüb gedir C-yə. Yəni bu trayektoriyanın uzunluğu bu hissə üstə gəl, bu hissə olacaqdır. Buradan buraya qədər 20, buradan buraya qədər də 20 elədi 40 km, buradan buraya qədər də 25 km.
Ümumilikdə onda gedilən yol 65 kilometr edər. 20 kilometr, üstə gəl 20 kilometr, üstə gəl 25 kilometr. Bu da edər 65 kilometr. Davam edək. B bəndində deyir ki, avtomobilin yer dəyişməsini hesablayın. Avtomobilimiz haradaydı? Əlbəttə ki, başlanğıcda A nöqtəsindədir. İndi haradadır? Hərəkətin sonunda C nöqtəsindədir. Onda bax, bu başlanğıc və son nöqtələrini birləşdirən bu istiqamətlənmiş düz xətt parçası bizim yer dəyişməmiz olacaqdır. Yer dəyişmənin uzunluğunu görürük ki, 25 kilometrdir. Onda biz yazacağıq ki, S ədədi qiymətcə 25 kilometrdir. Davam edək. Şərtin növbəti hissəsində hərəkət müddətində hansı nöqtədə yer dəyişmənin 0 olduğu soruşulur. Əlbəttə ki, cisim A nöqtəsindən hərəkət edibsə, yenidən A nöqtəsinə qayıtdığı anda yer dəyişməsi 0 olur. Onda burada biz qeyd edəcəyik ki, A nöqtəsində yer dəyişməsi 0 olur. Davam edək. Növbəti çalışma 7 nömrəli çalışmadır. İki qayığın hər biri dənizdə sxemdə verilmiş istiqamətlərdə 200 metr məsafə qət edir. Sxemə əsasən aşağıdakı ifadələrdən doğru olanları seçin. Burada iki dənə qayığın hərəkət istiqaməti verilib. Biri 200 metr bu istiqamətdə hərəkət edir, digəri isə 200 metr bu istiqamətdə. Biri şimaldan cənuba, biri isə qərbdən şərqə doğru hərəkət edir. A bəndində deyilir ki, yer dəyişmələr bərabərdir. Yer dəyişmə vektorial kəmiyyət olduğu üçün yer dəyişmənin həm ədədi qiyməti, həm də istiqaməti var. İki yer dəyişmənin bir-birinə bərabər olması üçün həm istiqaməti, həm də ədədi qiyməti eyni olmalıdır. Bunların istiqamətləri eyni olmadığı üçün, çünki biri cənuba, biri şərqə doğru hərəkət edir. Ona görə də yer dəyişmələr bərabər olmaz. Bunun üzərindən X işarəsini atıram. Davam edək. B bəndində deyilir ki, gedilən yollar bərabərdir. Bəli, istiqamət fərqli olsa da yol trayektoriyanın uzunluğudur. 200 metr bu gedir, 200 metr də bu gedir. Bu zaman bizə istiqamət maraqlı deyil. Onda B bəndi doğru bənd olar. C bəndinə keçək. Yer dəyişmələrin ədədi qiymətləri bərabərdir. Bəli, yer dəyişmələrin istiqamətlərinə fikir verməsək, onların ədədi qiymətləri istiqamətləri fərqli də olsa bir-birinə bərabər ola bilər. Onda C bəndi də doğrudur. D bəndində yer dəyişmələrin istiqamətləri fərqlidir. Bəli, bunu bayaqlar dedik. Biri cənuba doğru, biri şərqə doğru hərəkət edir. Onda D bəndi də doğrudur. Davam edək. Növbəti çalışmamız 8 nömrəli çalışmadır. İdmançı radiusu 100 metr olan çevrə üzrə A nöqtəsindən hərəkətə başlayır və 3 dövr etdikdən sonra A nöqtəsində dayanır. Buradakı A nöqtəsindədir idmançımız. 1 dövr, 2 dövr və 3 dövr edir və sonra yenidən A nöqtəsində dayanır deyil. Onun getdiyi yolu və yer dəyişməsini müəyyən edin. Əvvəlcə yer dəyişməsini müəyyən edək. Cisim A nöqtəsindən hərəkət edib, yenidən A nöqtəsinə qayıdırsa, neçə dövr etməsindən asılı olmayaraq, onun yer dəyişməsi 0-a bərabər olar. Yer dəyişmənin ədədi qiyməti olacaq 0. Gedilən yol isə çevrə üzrə hər dəfə dövr etdiyi zaman çevrənin uzunluğuna bərabər yol gedir. Onda biz qeyd edərik ki, L bərabərdir. 3 vurulsun L çevrə. Yəni çevrənin uzunluğunu 3'e vuraraq. Çünki 3 dövr edib. Bir dövr etdiyi zaman bu idmançının getdiyi yol 2 pi r-ə bərabər olar. Çünki çevrənin uzunluğu 2 pi r-dir. Onu isə 3'e vuracaq. Onda ifadəmiz belə olar. 3 vurulsun 2 pi r. O da bərabərdir. 3 vurulsun 2 6 eləyir. 6'nı da pi'yə vuranda pi'nin 3'e bərabər olduğu bizə verilib. 6 vur 3 vurulsun r-ə də 100 demişlər. Bax burada radius 100 metrdir. Onda bu ifadənin cavabı 6 vur 3 18 eləyir. Yanına da 2 0 yazaram. Bu qədər metr.
İstesek onu kilometre çevirə bilərik. Metri kilometre çevirmək üçün 1000'e bölmək lazımdır. Onda bu 1,8 kilometr edər. Deməli, ümumiləşdirsək, yer dəyişməmiz 0'a bərabərdir. Gedilən yol isə 1,8 kilometrdir. Və yaxud da 1800 metr. Davam edək. Növbəti çalışma 9 nömrəli çalışmadır. Azər məktəbə gedərkən yolun yarısında nə isə unutduğunu xatırlayaraq evə qayıtdı və evdən yenidən məktəbə getdi. Şəklə əsasən bu müddətdə onun getdiyi yolu və yer dəyişməsini müəyyən edin. Əvvəlcə Azərin getdiyi yola baxaq. Azər buradakı A nöqtəsindən hərəkətə başlayıb, yəni evdən yolun yarısını gedib. Çünki yolu 2 hissəyə bölmüşlər. 260, 260, ümumilikdə isə 520 metr edir. Azər bu yolun yarısını getdikdən sonra geri qayıdacaq evə. Bu da onun geri qayıtma xətti olsun. Sonra isə yenidən məktəbə yollanır. Buradan da davam edir. Gedir yenidən məktəbə. Bu halda onun getdiyi yol bu trayektoriyanın uzunluğu olacaqdır. Nə qədər yol gedir? İndi gəlin baxaq. L bərabərdir. Bu hissəmiz 260 metrdir. Bu hissəmiz də 260 metrdir. Onda biz nə edərik? 260, üstə gəl 260, üstə gəl. Sonra isə yenidən evə qayıtdıqdan sonra isə təzədən məktəbə gedir. Evdən məktəbə qədər olan bu məsafə isə 520 metr olduğu bizə verilir. Üstünə də 520 metr gəlirik. Onda ümumilikdə 260, 260, 520 metr edir. Üstünə də buradakı 520'ni gələrik. Eləyər 1040 metr. Deməli, gedilən yolu tapdıq. Şərtin sonraki hissəsində deyir ki, yer dəyişməsini müəyyən edin. Yer dəyişmə isə evdən ta məktəbə qədər olan bu məsafədir. Yəni 520 metr. Hansı nöqtədən geri qayıtdı, sonra hansı istiqamətdə hərəkət etdi və s. bizə maraqlı deyil. Hərəkət trayektoriyasının başlanğıc nöqtəsi və son nöqtələr arasındakı bu məsafə yer dəyişmənin ədədi qiymətinə bərabər olur. Onda yer dəyişmənin ədədi qiyməti elə 520 metr olar. Şərtimiz bitmədi. Gəlin davamını oxuyaq. Azər yolun yarısından qayıtmasaydı, gedəcəyi yol və yer dəyişməsi nəyə bərabər olardı? Biz yuxarıdakı halda gördük ki, Azərin getdiyi yol 1040 metrdir. Lakin yer dəyişməsi isə 520 metrdir. Əgər Azər yolun yarısından qayıtmasaydı, düz xətli hərəkət etdiyi üçün getdiyi yol onun yer dəyişməsinə bərabər olardı. Onda bu halda yazarıq. L bərabər olar S-ə, o da bərabər olar 520 metrə. Davam edək. Növbəti çalışmamız 10 nömrəli çalışmadır. İki avtomobildən biri qərbə doğru, digəri isə şərqə doğru 5 kilometr məsafə qət etdi. Onların yollarını və yer dəyişmələrini müqayisə edin. Yəni, birinci avtomobilimiz, yəni mavi rəngli avtomobil buradan hərəkət edib ta qərbə doğru 5 kilometr. Qırmızı avtomobildə eyni nöqtədən şərqə doğru hərəkət edib yenə 5 kilometr. Onda bunların getdiyi yolları bərabər olar. O halda yazırıq. L mavi bərabərdir. L qırmızı, o da bərabərdir 5 kilometr. Lakin yer dəyişmələrə baxdıqda, yer dəyişmələrin ədədi qiymətləri bərabər olsa da, istiqamətləri fərqlidir. Əgər ədədi qiymətlərini yazsaq, onda yer dəyişmə mavi bərabərdir, yer dəyişmə qırmızı yaza bilərik. O da 5 kilometrdir. Lakin əlbəttə ki, istiqamətlər fərqlidir. Yəni yer dəyişmələr tam anlamında bir-birinə bərabər deyil. Ədədi qiymətləri bərabərdir. İstiqamətləri isə fərqlidir. Daha dəqiq desək, əksinədir. Gəlin davam edək.
Növbəti çalışma 11 nömrəli çalışmadır. Sxemi tamamlamaq tələb olunur. Burada yol var. Burada vektorial kəmiyyətdir deyilir. BST vahidi nədir deyə soruşur. Bugünkü mövzunun başlığından da məlumdur ki, biz yol və yer dəyişməni keçdik. Vektorial kəmiyyət olaraq bu vaxta kimi qüvvə, bir də yer dəyişmədən bəhs etmişik. İkisinin də BST vahidi eyni olduğu üçün biz burada yer dəyişmə yazacağımızı bilirik. Onda buraya biz yer dəyişmə yazaq. Hər ikisinin BST vahidi metrdir. Burada vektorial kəmiyyət yer dəyişmə, yol isə skalyar kəmiyyətidir. Buraya skalyar kəmiyyətdir yazaq. Kəmiyyətdir. Davam edək. Növbəti çalışmamız 12 nömrəli çalışmadır. Euler-Venn diaqramında uyğun bəndləri yerləşdirin. Burada yol var. 1-ə yola aid xüsusiyyətləri yazacağıq. 2-yə isə yer dəyişməyə aid xüsusiyyətləri yazacağıq. Həm ədədi qiyməti, həm də istiqaməti var. Nəyin? Əlbəttə ki, yer dəyişmənin. Davam edək. Yalnız ədədi qiyməti var. Bu isə yola xasdır. 3. Hərəkət müddətində 0 ola bilər. Bəli, yer dəyişməmiz hərəkət müddətində 0 ola bilər. Yalnız arta bilər. Əlbəttə ki, gedilən yol heç vaxt azalmır, yalnız artır. Yer dəyişmə isə azalaraq 0-a bərabər ola bilər. BST vahidi metrdir. Əlbəttə ki, hər ikisinin. 5-i də ortaya yazarıq. Davam edək. Çalışma nömrə 13. Təyyarə cənub istiqamətdə 40 km uçdu. 40 km cənub istiqamətdə təyyarənin nəyidir? Yer dəyişməsidir. Çünki getdiyi yol istiqamət verilmədən göstərilə bilir. Trayektoriya hərəkəti zamanı cızdığı xəttir. Sərf etdiyi zaman əlaqəsi yoxdur. Yer dəyişmənin ədədi qiymətidir demək tam doğru olmaz. Çünki istiqamət verilib. Onda doğru cavabımız olacaqdır B bəndi. Davam edək. Növbəti çalışmamız 14 nömrəli çalışmadır. Hərəkət trayektoriyasının hansı hissəsində və ya hissələrində yalnız şərq istiqamətində yer dəyişmə baş verib. Bu şərq deyil. Ümumiyyətlə şərq tərəfi bax belə bir xətt ilə göstərilə bilər. Buna uyğundur. 1 6 hissəsi, bir də 8 hissəsi. Hansı hissələri olur? 6 və 8 hissələrində cismimiz yalnız şərq istiqamətində hərəkət edib. Bəzən şagirdlər qarışdırırlar. Məsələn, bu 5 hissəsi. 5 hissəsi tam olaraq şərq deyil. Ona biz şimal-şərq deyə bilərik. Bu şəkildə o iki istiqamətin arasından yönəlir. Davam edək. Növbəti çalışmamız 15 nömrəli çalışmadır. Sxem çəkərək göstər ki, avtomobil ardıcıl olaraq şimal, şərq və cənub istiqamətlərində bərabər məsafələr qət edərsə, onun yer dəyişməsi şərq istiqamətdə yönələcək. Bir daha göstərək, ardıcıl olaraq şimal, şərq və cənub istiqamətlərində və bərabər məsafələr. Şimal tərəf belə, şərq tərəf belə, cənub tərəfdə belə. Belə olan halda onun yer dəyişməsi şərq istiqamətində yönələcək. Yer dəyişmə trayektoriyanın başlanğıc və son nöqtələr arasındakı istiqamətlənmiş düz xəttdir. Onda bu bizim yer dəyişməmiz olacaqdır. Və bu tərəf əlbəttə ki, şərq tərəfdir. Biz göstərmiş olduq ki, onun yer dəyişməsi şərq istiqamətdə yönəlir. Bugünlük bu qədər. Sağ olun.